Salam izləyicilər. Maştağada villanın fasadında hal-hazırda Tarsovka məhsulu ilə silikonlu boya vurulur. Biz sizə yaxından göstəririk. Şaxtaya istiyə qarşı davamlıdır, dözümlüdür. Fasadda görüldüyü kimi çatlar bərpa olunub, termoizolyasiya ilə matalanıb, tarsovka vurulub. Tarsovkadan sonra silikonlu astar və sonqa silikonlu boya işləri görülür. İşlər qısa vaxtda başlanıb, işlərə rəsmi zəmanət verilir, müqavilə bağlanılır. Biz sizə tarsovkanın teksturasını yaxından göstəririk. Belə bir formada tekstura vurulur. Hasarlara da həmçinin tarsovka işləri görülür. Panel hissələr vurulub. Tarsovkanın teksturasını yaxından göstəririk. Belə bir formada tekstura vurulub. İşlərə rəsmi zəmanət verilir, müqavilə bağlanılır. Həmçinin tarsovka məhsulundan istifadə olunub. Biz sizə həyətdə olan qarac hissələri göstəririk. Artıq burada da işlər yekunlaşır. Tarsovka məhsulundan istifadə olunub. Şaxtaya istiyə davamlıdır, dözümlüdür. Siz də tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz.